Hər kəsə salam, hər vaxtınız xeyir olsun dostlar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız dostlar. Uşaqlar popkorn sevəndə bilirsiniz. Deməli dostlar, bu gün sizlərlə bir yerdə kirik qab çıxartmadan, əlavə qab batırmadan, yandırmadan rahat şəkildə mikrodalğalı sobada partladacağıq. Mikrodalğalı soba olmayanlar tavada partlada bilərlər. Yəni paketlərini də açıb sizə göstərəcəyəm. Daim evdə olan biri olaraq mağazadan xəbərim olmur yeniliklərdən. Bunu Elçinin sayəsində kəşf etdim açığı. Bunun üçün Elçin sənə təşəkkür edirəm. Qabdan kirli qab yumaqdan mənim canımı qurtardı. Şirin bir dadı var. Yoxlamışam birini. Birini də sizlərlə bərabər yəni çəkəcəm hazırlanma prosesinə. Elə çətin bir şey də deyil əslində. Mikrodalğalı sobaya atırıq və 3 dəqiqə ərzində partladırıq. 3 dəqiqə olur, içində dən qalır 1-2 dənəsi patlamamış olanlar. Amma yenə də məncə dəyər. Duz yerində, dad yerində, yağ yerində, hər bir şey yerində. Mağazadan alın. Arkadaşlarınızla paylaşın. Onu unutma. Deməli, gördüyünüz bu paketdədir. Buradan baldızımı salamlayıram. Daim onunla bir yerdə çalışırdıq ki, şirin popkorn hazırlayaq. Duzlusunu hazırlayırdıq, şirini aldıra bilmirdik. Bu dəfə yəni artıq canımız qurtardı. Bundan çox rahat. Qoyuruq mikrodalğalı sobaya. Mikrodalğalı soba yoxdursa əgər, tavada da düşünürəm. Yoxlamamışam tavada, amma düşünürəm ki, tavada da qapağını örtdükdən sonra yəni tavada da partlatmaq olar. Mikrodalğalı sobada 3 dəqiqəyə qoyacaq, partlayacaq. Düzdür, içində olur ki, bir dənə, 2 dənə partlamayanlar qalır. Amma olsun. Yəni qab yumaqdan canımız qurtarır ya, bu nə edirsəz dəyir. Dinədik, birini yoxladıq. Mən çox xoşladım. Şirin idi, vanilyalı dad gəlirdi. Vanilya sevənlər üçün yaxşıdır, əlverişlidir. Elə isə partladaq, görək uşaqların reaksiyası necədir. Birinci dəfə sevdilər, ümid edirəm ki, yenə sevəcəklər. Deməli, açıq şəkildə qoyacağıq və mikrodalğalı sobanın 3 dəqiqə üstündə zaten bəzi mikrodalğalı sobalarda göstərir, popkorn rejiminə qoşacağıq və partlamanı gözləyəcəyik. Elə isə hazırsınızsa başlayaq. Hadi bismillah. Hadi bismillah arkadaşlar. Çok becereceğiz arkadaşlar. Sadəcə 3 dəqiqə gözləyəcəyiz. Birazcık gözlememiz gerekiyor. Elçinin sözü var sizə. Yoruma yazın ki annemizi sevirseniz, annenizi sevirseniz yoruma annemi çok seviyorum yazın ve ürəklər koyun. Partlamaya başlayır dostlar. Bəli. Evet arkadaşlar, ben size güzel bir məktəbimi anlatacağım. Yeməklərimi paylaşacağım her zaman ve okumağım birazcık atmalıdır ve yazıları çok bilirəm. Maşallah falan. Siz necə oxuyursunuz dostlar? Qeyd edin balaca dostlar. Arkadaşlar bitti. Uy. Və bu hissədə mütləqdir ki, analar götürsün. Mən buxar götürüb içində mikrodalğalı sobanın. İstidir, əliniz yana bilər. Ona görə haycan. Əslində Saklandı bundan. Ana. haycan. Qaçın. Qaçın istidir, qaçın aşkım. Gedək tökək qablara. Deməli dostlar partladı. Hazırdır popkornumuz. Ömər icazə ver Ömər. Dostlar içində partlamayanlar var, amma olsun eybi yoxdur. Yəni sonuçta kirli qab çıxmır ya. Mən onu yenidən partlatdım bu kağızın içində. Tadımı eləyək, gedək. Qaba tökək, gedək tadımı eləyək, görək necədir. Ama bu təhlükə olabilir çünkü çok sıcaktır. Ay balalar, ananın müktəfili budur. Təhlükə ananın müktəfili budur. Çünkü sıcak şeylere el dokunmak olmaz. Gedək. Çünkü eliniz yanar. Ele vermiştiler. Mən elə gəlir ki, bu bir porsiyadır da yalnız. Yəni 3 uşaq porsiyası deyil. Yəni alanda paçkanı elə alın. Deməli, qırğında olmasın deyə mən bunu böləcəm uşaqlar üçün. Ay aman, birinə o birisindən gec verdim, всё. Problemimiz başlayır. Sizdə də belədir qızlar. Verirəm anneciğim, beklə. Ben senin aşkım değilim. Aşkımsan, siz üçünüz də mənim aşkımsınız. Onu Ben deyirəm. hemen evlenmedim. Başkanın koşuyorum ile bil ki. Başqasına danışmırsan anama, yəni ısrar var da aşkım. Sən böyüksən, gözləyə bilərsən, səbr edə bilərsən. Tadımı eləyək dostlar, görək necədir. Oy çok güzel. Şirindir, duzludur, necədir Elçin? Çok güzel.
şeker gibi kokar. Eğer siz de bunu yedirsiniz, bunun tadını deyin. Şerbət tadı. Qalanlar bunlar oldu. Yəni bunu da yenidən qoyacağam patlasın. Yəni keçən də mən istədim ki, birinci yoxlayım, sonra sizlər üçün çəkim video, məsləhət sizə çəkim. Deməli, bunları yenidən patlatdım. Kağızın içinə tökdüm, ağzını bağlayıb yenidən patlatdım. Qiymət də 1 manat 15 qəpik idi, yoxsa dəqiq yadımda deyil. Yəni pis deyil. Önərirəm, amma ki bir də yalnız odur ki, ketçapla yemirlər ya anneciğim bunu. Enes yeniləyir, hə. Ketçapla yemək istəyirsən? Mən də yemək istəyirəm. Elçin şirinlə o necə dadacaq? Mən də istəyirəm. Nəysə dostlar, sizləri çox yormayaq. İstəyirsən yaxşı qonşudan qalma geri gəl. Oy, dadına baxın, çox bax. gözəlmi? Ana, boyna. Sən də istəyirsən, sən ketçap sevmirsən axı. O ketçapla çox gözəl olur ana. Yeni kəşf. Məncə heç də gözəl olmaz. Çünki vanilyalı, şirin bir şeydir bu. Duzlu olsa yenə deyərdim nəysə. Sən də istəyirsən, sən ketçap sevmirsən, aşkım. Eləyim sənin üçün də. Buyur. Amma bilirəm ki, yeməyəcəksən. İyi görüm. İndi iyi görüm Ömər. Amma mənim üçün çoxdan bitdi. Yemən təəccübləndir. Amma mənim ketçapım çoxdan bitdi. İndi məsləhət görürəm. İstəsəniz inşallah alın, yoxlayın. Yoxlamısınızsa öz fikirlərinizdə yazın zəhmət olmasa. Amma mən deyirəm ki, bunda. Nə dedim sizə? Dedim, demişdim Ömər sevmir ketçap. Qəşəngdir. Hə, sifətin amma onu demir Ömər. Ana sənə bir şey deyim. Mən bunun dadına şəkər deyirəm. Siz bunun dadına nə deyəcəksiniz? Əgər videonu bəyəndinizsə, kanala abunə olmağı, videonu bəyənməyi, şərh bilməsinə şərh yazmağı unutmayın. Hadi sağ olun, salamat qalın. Hələlik. Hələlik. Enes bay bay elə. Bay bay. Ömər sən də bay bay elə dostlarımıza. Öpüş göndərək. Maç göndər. Ay sağ ol. Sağ olun, salamat qalın. Hələlik. Hələlik.